Əhd Etiqi oxuyanda elə səhifələr var ki, insanı doğrudan da duruxdurur. Bir tərəfdən sevgi və mərhəmətdən bəhs edilir, digər tərəfdən isə bütün bir xalqın tamamilə məhv edilməsi əmr olunur. Bu necə ola bilər? Yəni, bu ikisi bir-biri ilə necə uzlaşır? Gəlin bugün, bax bu ziddiyyətli görünən mövzunun dərinliyinə inək və ilahi ədalətin əslində nə demək olduğunu birlikdə anlamağa çalışaq. Bəli, əsas sual budur. Və bu, yəqin ki, Əhd Etiqlə bağlı ən çətin, ən narahat edici suallardan biridir. Bu, təkcə tarixi bir məsələ deyil, həm də Allahın xarakteri ilə bağlı çox fundamental bir sualdır. Cavabı isə, təbii ki, bir sözlə veriləcək qədər sadə deyil. Məsələni anlamaq üçün gəlin ilk addımımızı ataq. Bu, məhv əmri əslində nə idi? Bu, sadəcə bir hücum edin əmri deyildi. Bunun arxasında bizim üçün bəlkə də yad olan, amma o dövrü üçün çox xüsusi mənası olan bir anlayış dayanırdı. İşin açarı bax bu sözdədir, xeyrim. Bu İbrani sözü adi bir müharibə və ya qənimət demək deyil. Bu, bir şeyin istər insan olsun, istər hansısa bir əşya, tamamilə və qeyd şərtsiz Allaha həsr edilməsi mənasını verirdi. Və bu həsr olunma praktikada onların məhv edilməsi demək idi. Onlardan heç bir şey saxlanıla, istifadə edilə bilməzdi. Hər şey məhv edilərək sanki Allaha qaytarılırdı. Bax, işin ən vacib tərəfi də elə buradadır. Mənbəyə görə xerem, kortəbi bir qəzəb partlaması, bir hirsin nəticəsi deyildi. Bu, daha böyük, kosmik bir mübarizənin parçası kimi təsvir olunur. Yəni, bu sadəcə iki xalqın müharibəsi yox, xeyirlə şərin mübarizəsinin yer üzündəki bir təzahürü idi. Və ən əsası, bu, Allahın ilk seçimi yox, son çarəsi idi. Yaxşı, əgər bu son çarə idisə, bəs xalqları bu nöqtəyə gətirib çıxaran nə idi? Məhz burada hekayə biraz da dərinləşir və biz ilahi səbir və sınaq müddəti kimi anlayışlarla qarşılaşırıq. Bu sitat məncə çox güclüdür. Allah qəzəbdə lengdir. Bu o deməkdir ki, hökm qəfil çaxan bir ildırım kimi gəlmirdi. Əksinə, bu, nəsillər boyu davam edən bir səbrin, bir gözləmənin sonuydu. Mənbə bunu qanunsuzluqla dolu kasanın daşması kimi təsvir edir. Yəni, o kasa dolana qədər hər zaman bir fürsət var idi. Gəlin bu prosesə addım-addım baxaq. Hər şey necə başlayır? Əvvəlcə, həqiqəti bilmək üçün bir imkan, bir nur verilir. Sonra, bu biliyə əsasən seçim etmək üçün vaxt, yəni sınaq müddəti başlayır. Amma bu fürsət rədd edildikdə və üsyan nəsillər boyu davam etdikdə, nəhayət o kasa daşır. Yəni hökm bu uzun zəncirin son halqası kimi ortaya çıxır. Amma bax, tam da burada hekayə çox gözlənilməz bir istiqamət alır. Bütün bu kollektiv tali, hökm anlayışının içində inanılmaz dərəcədə güclü bir şey var idi. Fərdi seçim azadlığı. Bəli, hökm bir xalqa, bir şəhərə ünvanlana bilərdi. Amma xilas yolu hər bir fərd üçün ayrı-ayrılıqda açıq idi. Və qarşıda iki yol var idi. Həyat yolu və ölüm yolu. Ən vacib məqam isə budur. Bu yollardan hansında olmağın sənin hansı millətdən, hansı qəbilədən olduğuna görə müəyyən edilmirdi. Hər şey sənin kimə sadiq olduğuna, kimin tərəfini seçdiyinə bağlı idi. Yəni, tali mənsubiyyət məsələsi deyildi, seçim məsələsi idi. Və bu sadəcə quru bir nəzəriyyə deyil, bunu real insanların hekayələrində görürük. Məsələn, məhvə məhkum edilmiş bir şəhərin sakini olan Rahav, o fərqli bir seçim etdi. Allaha iman etdi və bütün ailəsi ilə birlikdə xilas oldu. Və ya Givyonlular, bütöv bir xalq hiləyə əl ataraq da olsa, Allaha tabe olmağı seçdilər və sağ qaldılar. Onların seçimi talelərini tamamilə yenidən yazdı. Bax, bu cümlə bəlkə də hər şeyin açarıdır. Lənət altında olanlar belə öz azad iradələri ilə, öz seçimləri ilə talələrini dəyişə bilərdilər. Çünki məcburi sevgi olmadığı kimi, məcburi itaət də yoxdur. Azad iradə, sevginin və həqiqi münasibətin var olması üçün mütləq şərtdir. İndi isə gəlin, hekayənin fərqli bir üzünə baxaq. Bütün bu hökmün, ədalətin sərtliyindən Allahın əsas idealı olan sülhə doğru bir addım ata. Çünki mənbəyə görə Allahın son məqsədi heç vaxt dağıntı, məhv olmayıb. Düşünün, bütün o müharibə, döyüş və hökm hekayələrindən sonra gələcəyə dair ən böyük vədlərdən, peyğəmbərliklərdən biri budur, gələcək xilaskar, ideal hökmdar, sülh hökmdarı adlanır. Bu bizə göstərir ki, Allahın ürəyindəki son arzu, son plan, dağıntı deyil, sülh və bərpadır.
Və bu sülh idealının praktikada necə işlədiyini göstərən inanılmaz bir hekayə var. Elisha peyğəmbərin hekayəsi. Düşmən ordusu onu mühasirəyə alır ki, öldürsün. Amma ilahi müdaxilə ilə düşmənlər kör edilir və əsir düşürlər. Onları asanlıqla öldürmək olardı. Amma Elisha nə edir? Onlar üçün böyük bir ziyafət təşkil edir. Qarınlarını doyurub evlərinə yola salır. Bu, gözlənilməz mərhəmətin heyrətamiz gücüdür. Bəs bu hekayənin sonu necə olur? Nəticə nədir? Sülh. Davamlı sülh. Mənbədə deyildiyi kimi, bu inanılmaz mərhəmət aktından sonra düşmən bir daha o torpaqlara hücum etmədi. Deməli, mərhəmət sülhü doğurur. Yaxşı, gəlin indi bütün bu parçaları bir yerə yığaq. Bir tərəfdə sərt hökm, digər tərəfdə fərdi seçim azadlığı və son məqsəd olaraq sülh. Bu üç anlayış bir-birinə necə tamamlayır, bir-biri ilə necə uzlaşır? Bu cədvəl məncə hər şeyi çox aydın şəkildə ümumiləşdirir. Deməli, hökm ədaləti qorumaq üçün son çarədir. Seçim azadlığı həqiqi sevgini qorumaq üçün verilib, çünki məcburi sevgi olmaz. Və sülh. Sülh Allahın son, dəyişməz və əbədi idealıdır. Məqsəd yaradılışı bərpa etməkdir. Və beləliklə, gəlib çatırıq ən əsas nəticəyə. Bəlkə də bütün bu sərt, çətin hekayələr əslində məhv haqqında deyil. Bəlkə də onlar verdiyimiz seçimlərin, qərarların nə qədər dərin və əbədi nəticələrə malik olduğu haqqındadır. Yəni, hekayənin mərkəzində qılınc deyil, azad iradə dayanır. Və bütün bunlar sonda bizi bugünə, öz həyatımıza gətirib çıxarır. Münaqişələrlə, anlaşılmazlıqlarla dolu bir dünyada bu qədim hekayələr bizə nə öyrədir? Bizə qarşı edilən bir səhvə cavab verərkən biz hansı yolu seçirik? Qisas yolunu, yoxsa Elişanın ziyafət yolunu? Biz öz kiçik dünyamızda, öz ətrafımızda necə sülh yaradanlar ola bilərik? Bu, hər birimizin üzərində düşünməli olduğu bir sualdır.